Salam. Artık ikinci gündeyik ve sizinle bir günlük öğünümü paylaşacağım. Səhər yeməyim kaşa idi. Əlavə olaraq dadlandırması üçün banan və bal əlavə etmişdim. Mən deyəsəm balı çox əlavə etmişdim. Dəhşət şirin bir şey alınmışdı. Siz o qədər əlavə etməyin məncə. Ara öğündə isə meyvə və çərəz yeyirəm yaşıl çay ilə birlikdə. Növbəti öğünüm isə axşam yeməyi 6-7 arasında olur. İlk olarak soğan ve kökü doğrayıp zeytinyağı ile yaxşıca kavururam. Daha sonra üzerine pomidor ve döşəti əlavə edib bunu da pişməyə qoyuram. Nisbətən pişdikdən sonra isə üzerine 1 stəkan noxud, 2 stəkan su əlavə edib bunu da vamxodda pişməyə qoyuram. Həqiqətən noxud sevgim ayrı cırdı. Bir dəfə bu kanalda humus da pişirəcəyik birlikdə sizinlə. Neyse, söhbətdən kənara çıxmayım. Yanında yemək üçün isə kələmli və cəfərli bir salat hazırlayıram. Evdə limon sosu var idi. Mən onu əlavə etdim. Siz çalışın limon suyu əlavə edin. Çünki limon sosunun bir əhəmiyyəti olmur. Belə boşqabım göründüyü kimi rəngarəng və çox doyumlu idi. Axşam isə təsəlli olsun deyə yarım saatda velosiped sürürəm və günü beləcə yekunlaşdırıram. Mənim ikinci günüm belə keçdi. Bəs sizdə vəziyyət necədir? Növbəti gündə görüşmək üzrə. Özünüzə yaxşı baxın.